heç birinin sinəsindən südənmədi. Bu vaxt Əbdülmütəllibin dostlarından biri dedi: "Mən ərəb qadınlarının arasında bir xanım tanıyıram ki, hamıdan şirindilli və salih, əsl nəcabət baxımından da bütün dayələrdən üstündür." Əbdülmütəllib soruşdu: "O qadının adı nədir?" Cavab verdi: "Bəni Səd qəbiləsindən olan Həlimədir." Əbdülmütəllib Həlimənin atasının yanına getdi və dedi: "İstəyirəm ki, sənin qızını Məhəmməd üçün dayə seçim." Həlimənin atası dedi: "Mənim 2 qızım var, onlardan hansını deyirsən?" Əbdülmütəllib dedi: "Ağıllı, südü çox, təqvalı və daha pərhizkar olan." Həlimənin atası dedi: "Sizi Həlimə ilə tanış edərəm ki, o bacısı kimi deyil. Allah Həliməyə ağıl, düşüncə, doğruluq və mehribanlıq bəxş etmişdir."